Adi aləmdə elmi fikri araşdırma forması ilə Kabala elminin tədqiqat fikri arasında hər hansı bir fərq varmı? Rav, Kabala elmi gizli aləmi öyrəndiyinə görə, biz öz kilimlərimizdə, xüsusiyyətlərimizdə, ağlımız və hissimizlə bu aləmi araşdıranda, onun içində yaşadığımız zaman, bizim araşdırdığımız və bütün Kabala elminin dediyi anlayışlarla biz ali aləmə gələ bilmərik. Buna görə də bizim seçimimiz yoxdur. Əgər biz hələlik ali aləmdən qopmuşuqsa, kabalistik tədqiqata adi elmi tədqiqat kimi yanaşa bilmərik. Yəni, biz hər şeydən əvvəl bizə ali aləmdə istiqamətlənməyə kömək eləyəcək kilim əldə eləməliyik. Necə ki, bizim bu dünyamızda istiqamətlənməyimiz üçün doğulduğumuz təbii kilimimiz var və buna uyğun olaraq biz Kabala elminin köməyi ilə tədqiqata yanaşa bilərik. Əlbəttə ki, bu tədqiqat bizim burada, bu dünyada baş verəndən fərqlənəcək. Nə də isə paralel tədqiqatlara oxşar olacaq, amma prinsiplər başqadır, aparıcı. Demək istəyirsiniz ki, Kabala elmi tədqiqatları tamamlayır, yoxsa ona əksdir? Rav, mən belə deyərdim ki, Kabala elmi ali aləmi öyrəndiyinə görə bizə açıb göstərir ki, bizim dünyamızda nə varsa ali aləmdən sanki kökdən budaq kimi enir. Burada kök ali aləmdir, budaq isə bizim dünyamızdır. Və buna görə də bizim dünyamızda nə varsa, bu həmişə ali aləmin nəticəsidir. Ona görə əgər biz Kabala elmini öyrəniriksə, biz əslində bizim dünyamızda baş verən hər şeyi bilə bilərik. Çünki bu nəticədir. Bu, kökdən budaq kimidir. Amma bu bizim bunu necə ifşa eləməyimizdən, kabalistlərin bunu nə dərəcədə ifşa eləməsindən asılıdır. Lakin heç bir şübhə yoxdur ki, o budaqla birlikdə kökü də ifşa eləyir.